Hacı Şahinə qulaq asırdım. Məhərrəmlik ayı idi ya, orucluq ayında, Ramazan ayında. O deməli bizim adət elədiyimiz ənənəvi dindən özü istəyir ki, biz ənənəvi dinə baxışımızı dəyişək. Və o ta əvvəldən başlayır. Deyir ki, insanlığın ümumiyyətlə problemi nədən ibarətdir? Yəni insanlıq üçün problem nədir? Və başlayır izah eləməyə. Düzdür, o xeyli izah elədi, 7-8 həftə, hərəsi bir saat olmaqla izah elədi və axırda bir nəticəyə gəldi ki, insanlıq üçün və insanlar üçün dünyada yeganə bir dənə problem var. O da həsəd aparmaqdır, həsəd. Bütün insanlığın problemi yalnız həsəd aparmaqdadır və mənim üçün də zəhər həmin o həsəd aparmaqdadır. Yəni, şeytan insana boyun əyməkdən, ona təzim eləməkdən niyə görə vazgeçdi və oldu şeytan? Çünki həsəd yarandı ki, mən oddanam, bu torpaqdanam, mən ona təzim edirəm. Çünki ona həsəd apardı ki, Allah onu məndən daha üstün edir. Tutaq ki, Qabil Habili öldürdü çünki ona həsəd apardı, ona qibtə eləmədi. Qibtə bizim dildə yaxşı ki, o sözlər bir-birindən ayrılır. Qibtə eləmək ayrı şeydir, həsəd aparmaq ayrı şeydir. Çünki həsəd aparmaq paxıl olmaq, insanı pis əməllərə gətirir, çıxardır. Habil Qabil, tutaq ki, Almanlar 2-ci Dünya müharibəsini niyə başladılar? Çünki onlar həsəd apardı.